Özüm üçün ev alası olsam, düşünmədən alacağım ev, bax, hal-hazırda göstərəcəyimiz bu evdir. Şəxsi özü üçün tikili, 3 sotda torpağın çıxarışı, paket dam örtüyü və həmçinin çerpitiyadır. Qabaq hissəsi, evin ön görüşü, qabançik, daşdır və çox gözəl görünüş verir. Həyət tam şəkildə ağlay, daşla təchiz olunub. Görürsünüz ki, bar verən meyvə ağacları şəxsi öz üçün tikili, dəyərli dostlar. Belə bir besetkası, həyətdə hamam, sanuzeli, maşın rahat şəkildə daxil ola bilir. Ünvanımız Ramanı Gülçülük, avtobus xətti ilə cəmi məsafəsi 20 metr. Bax, yenə deyirəm videoda, bu ev həqiqətən çox qalası ev deyil. Özünüz üçün tiksəz, əmin olun ki, hal-hazırda bu qiymətə, bunun heç 2 sotunda gəlib çıxarda bilmərsiniz ki, ev sahibi tam şəkildə özü üçün, öz istəyinə uyğun şərait yaradıb ki, biz də gəlib maşallah olsun, gözəl evdir deyə bildik. Hər ev bu cür keyfiyyətdə, bu cür görünüşdə olmur. Evimizin yan hissəsindən arxa hissəsinə keçid var, həmçinin arxa hissəsində kombi otağı da hazırlanıb ki, o arxa hissəyə yönləndirilib və bütün pəncələr öz həyətinə baxır, dairəvi cütdaşdır, beton kəmər yüksək səviyyədə, yəni evin hal-hazırda döşəmə hissəsi pol olsa da yerində elə bilirsiniz ki, monolit betondur. Niyə? Çünki hörmətli izləyici, atmaları 70 santimdən bir atılmayıb, 40 da deyil, 30 santimdən bir atılıb ki, keyfiyyətli olsun. Axı, mən özüm üçün ev tikirəm. Belə bir oturmaq üçün eyvan hissəsi də mövcuddur ki, otur burada bir stəkan çay iç, əmin ol ki, bütün gün ərzində yorğunluğun çıxacaq bir yerdir. Görürsünüz ki, səliqəli, sakit bir məhəllə, yola yaxın, marketlə məsafəsi 40 metr, 50 metr. Yəni, maşallah olsun ki, hər cür şərait var. Evimiz dəhliz sistemlidir. 3 yataq, 1 qonaq, mətbəx və hamam sanuzeldən ibarətdir ki, evimizin daxili stil sistemi kombidir. Belə bir geniş ailə yataq otağı. Arxa hissəsində görürsünüz, baxın. Yəni, kombi otağıdır. İndi videoda nə qədər görə bildiniz, bilmirəm. Kifayət edir məncə. Bütün pəncələr bir daha qeyd edirəm. Öz həyətinə baxır və həmçinin raşotqalıdır. Valla, yenə deyirəm, səmimi danışıram. Həqiqətən tələsin bu ev üçün. Çünki özüm belə, bax, yenə deyirəm, Allah çox şükür evə ehtiyacımız yoxdur. Amma yəni, alası olsaydım, düşünmədən alacağım ev bu idi. İndi yəqin ki, səhifəmi daimi izləyən şəxslərə agahdır ki, mən qeyri-səmimi danışacaq bir şəxs deyiləm. Yəni, nə varsa düzə-düz, səhvə-səhv deyən adamam. Evimizi bir daha qeyd edirəm ki, Ramanı Gülçülükdə şəxsi özü üçün tikili, çox sakit və perspektivli yerdə, gəlib bağ evi kimi düzəlt, həyətdə bir dənə hovuz, basen ilə, istəsən gündəlik icarə ver, istəsən özün üçün gəl, yaşa. Yəni, hər cür şəraitə uyğun bir yerdə yerləşir. Yəni, bilənlər də bilir ki, Ramanı hal-hazırda, bizim dediyimiz Ramanı olan yer 2 xüsusiyyəti ilə məşhurdur. Birincisi havası, ikincisi buranı qazsanız da belə yerdən su çıxmayacaq yerlərdir. Yəni, yağış suları burada qalası deyil, hər kəsə qlobal problem. Nə bilim, yerdən su çıxsın, evim suyun içində qalsın, elə bir konkret olaraq yer deyil. Şəxsi özü üçün tikilidir, sənədimiz torpağın çıxarışıdır və təyinatı kənd təsərrüfatlı təyinatlıdır. Yəni, qazına, suyuna, işığına qədər hər biri qaydasında, istəsəz də belə qeydata düşmək mümkündür. Siz də evinizi torpağı satmaq istəyirsə, səhifədə qeyd olun, nömrələrdən əlaqə saxlayın və sonunda bir daha vurğulam ki, həqiqətən bu ev üçün tələsin. Bax, özünüz üçün ev almaq istəyirsə, ev deyirəm sizə. Altı bəzək, üzü üstəm təzək məsələsi deyil. Yaxınlaşın bu evə ki, bu evin sahibi siz ola biləsiniz. Sağ olun, sağ ola qalın.